Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah diqqət elə bu ibarəyə. Vasitiyyə kitabında bir dənə də olsun Quran və sünnə xaricində olan ləhzi istifadə etməyib. Allahu akbar. Gör insan nə qədər dəqiq adam olub. Rəbbimiz onu necə yönəldibsə, ona necə ilham edibsə bu məsələdə. Zöhrlə əsr arası və Aqidət Vasitiyyə kitabını keçir. Yazıb. Zöhrlə əsr arası yazılan kitabdır o vaxt ərzində. Və orada bir dənə də olsun Quran və sünnədə istifadə olmayan ləhviz qoymayıb. Təsəvvür et, heç ara baxmayıb. Hifzindən o kitabı yazıb. Vasit şəhərinə. Onu yazanda həmin kişi başının üzərində dayanmışdı. Baxırdı görək nə yazır. Subhanallah lazım. Deyirdi, bax, məndən Vasit şəhərinə. Və götürüb əqidə yazır. Ona görə onu bidə təhlil mühakimə edəndə əlavə Aqidət Vasitiyyə, Münazaratul Vasitiyyə adlı münazarası var onun. Ki, yəni, orada deyir ki, mən bu kitabda bir dənə də olsun Quran və sünnəyə müxalif ləfz istifadə etməmişəm. Ona görə həmişə insanın əqidəsinin salamatçılığıdır ki, Quran və sünnə ləfzlərindən qırağa çıxmasın.